Salam hörmətli izləyicilər. Bu gün sizlərə ifadələrin ən kiçik qiymətinin tapılmasına aid bir sualın izahını verəcəyim. Keçək suala. Deməli, ABC daxildir R və A üstə B üstə C bərabər 15 olarsa, ifadəsinin ala biləcəyi ən kiçik qiyməti tapın. Əvvəla, kökün altında A kvadrat üzərinə gələnsin 1-ə 1 M deyək. Daha sonra, kökün altında B kvadrat plus 9-a tutaq ki 1 N'dir. Daha sonra C kvadrat plus 16 tutaq ki 1 P'dir. İndi bunun hər tərəfindən hər bərabərlə kvadrata yüksəldək. Olur A kvadrat üzərinə gəlsin 1 bərabərdir M kvadratına. B kvadrat plus 9 N kvadratıdır. C kvadrat plus 16 bərabərdir olur P kvadratına. İndi bu ifadələri düzbucaqlı üçbucağın üzərində quraq. Pifaqor teoreminə əsasən. Deməli, üçbucağı çəkdik. Düzbucaqlı üçbucaqları quraq. Birinci düzbucaqlı üçbucaq, ikinci düzbucaqlı üçbucaq, bu da olsun üçüncü düzbucaqlı üçbucaq. Deməli, A kvadrat üstə 1 bərabər nə olur? M kvadratına. Deməli, bura olsun A olsun, bura 1 olsun, bura da olsun M. Daha sonra B kvadrat plus 9 bərabərdir N kvadratına. Bura bir B olsun, bura bir 3 olsun, burada bir N olsun. Pifaqor teoreminə görə B kvadrat plus 9 bərabərdir N kvadrata alınır. Sonra C bura deyirəm, daha sonra 4 bura deyərəm, burada P deyərəm. Həqiqətən də C kvadrat üstə 16 bərabərdir P kvadrat alınır. Daha sonra bunları neyniyək? Bax, bu qırıq-qırıq xətlərdən göstərirəm bunları. Bura 1-dirsə, bunun aşağısı da 1-dir, 3-dürsə, aşağısı da 3-dür. Bura B-dirsə, burada B olur, C-dirsə, burada C olur. İndi Pifaqor teoreminə görə A üstə B üstə C-nin kvadratı yazıram. A üstə B üstə C-nin kvadratı. Üzərinə gəlsin 1 üstə 3 4. Üzərinə gəlsin 4 8-dir. 8-in kvadratını çəkər 64 bərabərdir. M üstə N üstə gəlsin P-nin kvadratı. Yazılır M üstə N üzərinə gəlsin P-nin kvadratına. Daha sonra A üstə B üstə C bizə başda vermişdir şərtdə 15-dir. 15-in kvadratı. Üzərinə gəlsin 64 bərabərdir. M üzərinə gəlsin N üzərinə gəlsin P-nin nə olur? Kvadratı. İndi M üstə N üzərinə gəlsin P-nin kvadratı 225 üstə 64 289 edir. M üstə N üzərinə gəlsin P bərabərdir 17 edər. Plus minus 17-dir. M üstə N üstə P cəmi də burada köklərin cəmidə. O da heç vaxt mənfi olmadığına görə M üstə N üstə gəlsin P bərabərdir 17-dir. Deməli, doğru cavabımız A variantıdır.